bilmirəm, yəni onu mən xoşumu deyim, bədmi deyim, bilmirəm. Yəni Həmid şəhid olubsa dünyanın axırı. Yəni Günay qızım deyir ki, yəni biz onu, yəni nəinki biz, yəni ətrafda Həmidə Həmid kimi bilənlər də onun şəhid olarmı, Həmid gedərmi? Biz onu başqa cür deyə bilmirik. Yəni bizim yanımızdan gedərmi? Yəni yalnız biz yox, ətrafdakılar da inanmıyıq. Ama bir tarafında da bir gururlu bir yeri de var ki insanların yaddaşında mı, insanların təxəyyülündə biz Həmid deyəndə Xocalı deyəndə Həmid xatırlayır. Ona göre ki yani 44 günlük vətən müharibəsindən sonra o Ağdərə, ondan sonra Xankəndi, Xocalının digər işğal altında olan kəndləri hələ ki yəni hamımıza məlumdur ki qalır. Yani mən onu bir sızıltılı, yani elə bir sanki sızıldayır o torpaqlar, məni də xilas eləyin deyə. Yəni onlar antiterrordan sonra Həmid kimi, yəni başlanğıcı var idi. Yəni istər hər bir şəhidin keçdiyi yol bizim üçün dəyərlidir, hər bir şəhidimiz bizim üçün əzizdir. Lap istər 1-ci Qarabağ müharibəsi dövründə olsun, istər ara sıra şəhid olan şəhidlərimiz olsun, istər 2-ci Qarabağ müharibəsi, 44 günlük vətən müharibəsini deyirəm, o dövrdə qisas əməliyyatı, nəhayət antiterror əməliyyatı sanki son qoydu. Onlar həmin 44 günlük yəqin dinləməndə dinlədir. Orada deyir ki, arzum, yəni son damla qanımın son andan torpağa tökülməsidir. Yəni biz ha götür qoy eləyirik ki, yəni niyə belə oldu, niyə oldu, amma deyirik ki, öz arzusudur. Yəni də bir ana olaraq həmişə deyirəm ki, şəhadətin təsəllimdə olun.